Salam dostlar, hər vaxtınız xeyir olsun. Santexnik işimizi düzəltdik, tamamladıq. Bu bizim turdur, göründüyü kimi. Bu isə trapdır, turun trapı. Bu vannadır. Bu onun trapıdır. Sirkulizasiya xəttinə kimi çəkmişik. Bedenin yeridir. Burası tazdır, trapdır. Və 2 dənə burada maydadur olacaq. Burası isə salmadır. Göründüyü kimi kanalizasiya xəttimizdir. Keçək indi o biri hamama. Bura kollektorumuzun yeridir. Gördüyünüz kimi. Bu bizim xətlərimizdir. Gəlir belə formada çəkmişik, səliqəli, xamutda. Bu isə digər hamamımızdır. Burada bir dənə trap qoyacaq deyə bunu sökmüşük hələ ki. Bu maydadurun yeridir, bu kanalizasiyanın qoxu çıxanıdır. Yəni havası çıxır oradan, nəmi qoxu olarsa oradan çıxar. Unitaz, bedenin yeri, tuzun yeri, o isə trapımızın yeri. Bu formada bu cürünə səliqəli çəkmişik. Təzyiqdən sonra da bunları kəsib başlarına mufta rekorlarını vuracaq. Bu qaydada keçək. Bu bir kollektorun yerini də göstərdim sizə. Bu isə bizim digər kollektorumuzdur. Ev isə 300 kvadrat metrdir. 3 dənə hamam var. Biri də bayırdadır hamamın. Bu isə bizim xətlərimizdir. İsti soyuq su, sirkulizasiya və kollektora gedən xətlərimiz. Bu isə mətbəxdir. Gördüyünüz kimi məsafə uzun olduğu üçün mətbəxdə yüzlük boru atmışıq. Tutulmasın, yəni mətbəxdə bilirsiniz də yağ olur filan, qablar yuyanda tutmasın deyə. Bu isə yenə bizim xətlərimizdir. Kollektorumuz olacaq orada inşallah. Burada paltar yuyan. Bu isə bizim yenə xətlərimiz gəlir. Burası katenimizdir inşallah. Bunu da sabah başlayacaq. Allah qorusu çəkib. Tamamladıqca çəkib paylaşacağım. Siz də baxın, tam axıra kimi məlumatınız olsun. Sağ olun, Allah'a emanet olun.